Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin. Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Sizin üstünüzə tüstüsüz alov və ərinmiş mis göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? Göy yarılıb dağ edilmiş yağ kimi qıpqırmızı olacaqdır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız? O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır. Elə isə Rəbbinizin hansı neymətlərini yalan sayırsınız?